Realdasınız. Biz sizə Mingəçevirdən xəbər veririk. Hazırda olduğumuz Mingəçevir şəhəri Prezident Kuboku 2026 beynəlxalq reqatasına ev sahibliyi edəcək və bu yarış çərçivəsində rəsmi açılış mərasimi keçiriləcək. Açılış mərasimindən öncə isə hazırda olduğumuz Heydər Əliyev prospektində idmançıların paradı reallaşdı. Paraddan sonra rəsmi şəxslərin müşayiəti ilə şəhərdə olan Heydər Əliyevin abidəsi ziyarət olundu. Daha sonra isə milli rəqs nümunələrimiz, eyni zamanda yallı və milli musiqimiz qonaqlara nümayiş etdirildi. İdmançıların müşayiəti ilə, idmançıların iştirakı ilə yallılar reallaşdı və daha sonra isə artıq saat 19-dan etibarən isə Kür Olimpiya Tədris İdman Mərkəzində açılış mərasimi olacaq. Açılış mərasimi çərçivəsində konsert proqramı olacaq və bugün bununla yekunlaşacaq. Sabah isə artıq biz Suqovuşandan xəbər verəcəyik. Orada yarışlar eyni zamanda təltif etmə olacaq. Mənim bu saata çatdıracaqlarım bunlar idi. Siz isə realı izləməyə davam edin ki, ən son informasiyalardan vaxtında xəbərdar olasınız.